Qoç bürcü. Ayın əvvəlində enerjiniz sabitdir. İşlərdə diqqət tələb olunur, detallar üzərində fokuslanmaq faydalıdır. Sevgi həyatında sakitlik hakimdir, yaxın münasibətlərdə mehriban davranmaq lazımdır. Maliyyədə qənaət vacibdir, əlavə xərclərdən çəkinin. Sağlamlıqda yüngül yorğunluq hiss edə bilərsiniz, yuxuya diqqət yetirin. İşdə yeni ideyalar ortaya çıxacaq. Rəhbərliklə əlaqələrdə diqqətli olun, emosiyaları idarə edin. Romantik münasibətlərdə açıqlıq faydalıdır, səmimi söhbətlər əlaqələri gücləndirəcək. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər üçün ideal gündür. İş tempiniz sürətlənir, əlavə öhdəliklər ortaya çıxa bilər. Planlı olmaq uğurun açarıdır. Ailə və dostlarla ünsiyyət artacaq. Maliyyə sahəsində gözlənilməz xərclər yarana bilər, ehtiyatlı olun. Enerji səviyyəsi yüksəkdir, lakin stressdən uzaq durun. Bugün yeni layihələr üçün əlverişlidir. İşdə təşəbbüskar olun, lakin impulsiv qərarlardan çəkinin. Sevgi həyatında emosional anlar yaşana bilər, açıqlıq vacibdir. Maliyyə vəziyyəti sabitdir, yüngül qənaət tövsiyə olunur. Sağlamlıqda sakit gəzintilər və istirahət faydalı olacaq. İşdə qarşılıqlı anlaşılmazlıqlar yarana bilər. Sakit və diplomatik davranın. Şəxsi münasibətlərdə mehribanlıq və səbir önəmlidir. Maliyyədə diqqətli olun, əlavə xərclərdən uzaq durun. Enerji səviyyəsi yüksəkdir, lakin fiziki yorğunluq hiss edə bilərsiniz. Yeni imkanlar gündəmə gələcək, işdə təşəbbüskar olun. Sevgi həyatında romantik anlar sizi gözləyir. Maliyyə sabitdir, amma qənaətcil olmaq tövsiyə olunur. Sağlamlıqda kiçik diqqətsizliklər yorğunluq yarada bilər, balansı qoruyun. İşdə strateji düşünmək vacibdir. Rəhbərlik və iş yoldaşları ilə münasibətlərdə sakitlik qoruyun. Sevgi və ailə münasibətlərində açıq ünsiyyət faydalıdır. Maliyyədə xərcləri planlaşdırın. Fiziki fəaliyyətlər və istirahət gündəlik balansı təmin edəcək. Enerjiniz yüksələcək, yaradıcılıq və təşəbbüs üçün əlverişlidir. İşdə yeni layihələrə başlamaq üçün ideal gündür. Sevgi həyatında səmimiyyət ön plandadır. Maliyyədə qənaət və planlaşdırma tövsiyə olunur. Sağlamlıq baxımından aktiv günlər olacaq. İşdə diqqətli olun, stres yarana bilər. Komanda işində səbirli olun. Şəxsi münasibətlərdə yaxınlara diqqət göstərin, romantik anlar üçün əlverişli gündür. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıqda yüngül yorğunluq ola bilər, istirahət vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olmaq faydalıdır. Sevgi həyatında açıqlıq və dürüstlük vacibdir. Maliyyədə sabitlik davam edir. Enerji səviyyəsi yüksəkdir, amma stressi idarə etmək lazımdır. İşdə gərgin anlar yarana bilər. Sakit və strateji davranın. Romantik münasibətlərdə kiçik anlaşılmazlıqlar ola bilər, açıq danışmaq münasibətləri qoruyacaq. Maliyyə sabitdir, lakin qənaət tövsiyə olunur. Sağlamlıqda balans vacibdir. İşdə yeni layihələr və təkliflər ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional anlar olacaq, açıq ünsiyyət faydalıdır. Maliyyə vəziyyəti sabitdir. Fiziki fəaliyyətlər və istirahət enerji balansını qoruyacaq. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Komanda işində əməkdaşlığa diqqət edin. Romantik münasibətlərdə daha çox ünsiyyət faydalıdır. Maliyyə sahəsində planlı olmaq vacibdir. Sağlamlıq baxımından yüngül məşqlər faydalıdır. İşdə planlaşdırma və koordinasiya önə çıxır. Yeni təşəbbüslər üçün əlverişlidir. Sevgi həyatında səmimiyyət və açıqlıq əlaqələri gücləndirəcək. Maliyyədə qənaət ön plandadır. Enerji yüksəkdir, lakin stressi idarə etmək lazımdır. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranın. Şəxsi münasibətlərdə səbir və anlayış vacibdir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıqda balans və istirahət vacibdir. Yeni imkanlar gündəmə gəlir, işdə təşəbbüskar olun. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, planlı xərcləmə tövsiyə olunur.
Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyə sabitdir, lakin qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə yeni ideyalar ortaya çıxacaq. Təşəbbüskar olmaq uğurlu olacaq. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə sabitlik davam edir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Romantik münasibətlərdə açıq danışmaq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıqda balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında emosional anlar olacaq. Maliyyə vəziyyəti sabitdir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıq ünsiyyət faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından yüngül məşqlər faydalıdır. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, planlı xərcləmə faydalıdır. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıqda balans və istirahət vacibdir. Yeni imkanlar gündəmə gəlir, işdə təşəbbüskar olun. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Romantik münasibətlərdə açıqlıq faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıqda istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıq ünsiyyət faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Buğa bürcü. Ayın əvvəlində işlərinizdə sakit və planlı bir ritm olacaq. Maliyyə və şəxsi həyatınız sabitdir. Ailə üzvləri ilə əlaqələrdə mehribanlıq və diqqət vacibdir. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyətlər faydalıdır. İşdə yeni imkanlar və ideyalar ortaya çıxa bilər. Təşəbbüskar olmaq faydalıdır, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında səmimiyyət önəmlidir, açıq ünsiyyət əlaqələri gücləndirəcək. İşdə gərgin anlar yarana bilər, komanda işində səbirli olun. Maliyyə sahəsində qənaət və planlaşdırma önəmli olacaq. Sağlamlıqda balansı qorumaq və istirahətə vaxt ayırmaq faydalıdır. Yeni layihələr və əməkdaşlıqlar gündəmə gələ bilər. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır.
Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli və strateji olmaq vacibdir. Rəhbərlik və iş yoldaşları ilə münasibətləri sakit və diplomatik saxlamaq uğurlu olacaq. Sevgi həyatında romantik anlar ortaya çıxacaq. Sağlamlıq baxımından yüngül məşqlər faydalıdır. Enerji yüksələcək, işdə təşəbbüskar olun, lakin planlı hərəkət edin. Maliyyədə sabitlik olacaq, amma qənaət önəmlidir. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. İşdə diqqət və detallara fokuslanmaq vacibdir. Yeni imkanlar ortaya çıxa bilər. Sevgi və ailə münasibətlərində ünsiyyət önəmlidir. Sağlamlıq baxımından stressdən uzaq durmaq lazımdır. İşdə yaradıcılıq və təşəbbüskar yanaşma ön plana çıxacaq. Maliyyə sabitdir, lakin qənaət tövsiyə olunur. Romantik anlar artacaq, səmimi ünsiyyət faydalıdır. Enerji yüksəkdir, lakin fiziki yorğunluq ola bilər. İşdə gərginlik yarana bilər, səbirli və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə mehribanlıq və anlayış önəmlidir. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balansı qoruyun. Yeni layihələr və ideyalar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında romantik anlar olacaq, açıq ünsiyyət faydalıdır. Maliyyə sabitdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət önəmlidir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə yeni imkanlar ortaya çıxacaq. Təşəbbüskar olmaq uğurlu olacaq. Sevgi həyatında səmimiyyət və açıqlıq əlaqələri gücləndirəcək. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və planlaşdırma vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahətə diqqət yetirin. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stress yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq.
Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Əkizlər bürcü. Ayın əvvəlində enerjiniz nisbətən sakitdir. İş və şəxsi həyat balansını qorumaq vacibdir. Maliyyədə planlaşdırma və qənaət tövsiyə olunur. Sevgi həyatında sakit və anlayışlı ünsiyyət ön plandadır. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyətlər faydalıdır. İşdə yeni imkanlar ortaya çıxa bilər. Yaratıcılıq və təşəbbüskar yanaşmalar uğur gətirəcək. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük əlaqələri gücləndirəcək. Maliyyə sabitdir, amma əlavə xərclərdən çəkinmək tövsiyə olunur. İşdə gərginlik yarana bilər, komanda işində səbirli olmaq vacibdir. Sevgi və ailə münasibətlərində mehriban və anlayışlı davranmaq faydalıdır. Maliyyədə qənaət və planlaşdırma önəmlidir. Sağlamlıq baxımından istirahətə vaxt ayırmaq lazımdır. Yeni layihələr və əməkdaşlıq təklifləri gündəmə gələcək. İşdə planlı və strateji olmaq vacibdir. Sevgi həyatında romantik anlar gözlənilir, açıq ünsiyyət faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və planlaşdırma önəm daşıyır. Rəhbərlik və iş yoldaşları ilə münasibətlərdə diplomatik davranmaq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından yüngül məşqlər faydalıdır. Enerji yüksəkdir, təşəbbüskar yanaşmalar işdə uğur gətirəcək. Maliyyə sahəsi sabitdir, qənaət tövsiyə olunur. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq önəmlidir. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi və şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq lazımdır. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma ön plana çıxacaq. Sevgi həyatında romantik anlar olacaq, açıqlıq əlaqələri gücləndirəcək. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə gərginlik yarana bilər, səbirli və strateji olmaq vacibdir. Şəxsi münasibətlərdə mehribanlıq və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional anlar olacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır.
Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət önəmlidir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir.
Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Xərçəng bürcü. Ayın əvvəlində iş və şəxsi həyat balansını qorumaq önəmlidir. Enerjiniz nisbətən sabitdir, lakin diqqətli və planlı hərəkət etmək uğur gətirəcək. Sevgi həyatında sakit və anlayışlı münasibətlər hakim olacaq. Maliyyədə qənaət önəmlidir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. İşdə yeni imkanlar ortaya çıxacaq. Yaratıcılıq və təşəbbüskar yanaşmalar faydalıdır. Şəxsi münasibətlərdə açıq və səmimi ünsiyyət əlaqələri gücləndirəcək. Maliyyə sabitdir, amma xərcləri planlı etmək tövsiyə olunur. İşdə gərgin anlar yarana bilər. Komanda işində səbirli və strateji davranmaq vacibdir. Sevgi və ailə münasibətlərində mehribanlıq önəmlidir. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni layihələr və əməkdaşlıq təklifləri gündəmə gələcək. İşdə planlı və koordinasiyalı olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar ön plana çıxacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və detallara fokuslanmaq vacibdir. Rəhbərlik və iş yoldaşları ilə münasibətlərdə diplomatik davranmaq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından yüngül məşqlər faydalıdır. Enerji yüksəlir, işdə təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sabitdir, qənaət tövsiyə olunur. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. İşdə yeni ideyalar və layihələr ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi və şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq lazımdır. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar olacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərginlik yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə mehribanlıq və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət önəmlidir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir.
Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Şir bürcü. Ayın əvvəlində enerji və motivasiya yüksəkdir. İş və layihələrdə təşəbbüskar yanaşmalar uğur gətirəcək. Maliyyə sabitdir, amma qənaət tövsiyə olunur. Sevgi həyatında romantik anlar yaşanacaq. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. İşdə yeni ideyalar və əməkdaşlıq imkanları ortaya çıxacaq. Kreativ yanaşmalar uğurlu olacaq. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət əlaqələri gücləndirəcək. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinmək faydalıdır. İşdə gərginlik yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Sevgi və ailə münasibətlərində mehribanlıq və anlayış ön plandadır. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyətlər faydalıdır. Yeni layihələr və təkliflər gündəmə gələcək. İşdə planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır.
Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Enerji yüksəkdir, təşəbbüskar olmaq faydalıdır, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq lazımdır. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə gərgin anlar yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət önəmlidir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stress yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir.
Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Qız bürcü. Ayın əvvəlində iş və şəxsi həyat balansı ön plandadır. Enerjiniz nisbətən sabitdir, lakin diqqətli və planlı hərəkət uğur gətirəcək. Maliyyədə qənaət və planlaşdırma tövsiyə olunur. Sevgi həyatında sakit və anlayışlı münasibətlər hakim olacaq. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. İşdə yeni ideyalar və əməkdaşlıq imkanları ortaya çıxacaq. Kreativ yanaşmalar uğurlu olacaq. Şəxsi münasibətlərdə açıq və səmimi ünsiyyət əlaqələri gücləndirəcək. Maliyyə sahəsi sabitdir, əlavə xərclərdən çəkinmək faydalıdır. İşdə gərginlik yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Sevgi və ailə münasibətlərində mehribanlıq ön plandadır. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər iş gündəminə gələcək. İşdə planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Enerji yüksəlir, təşəbbüskar olmaq faydalıdır, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq lazımdır. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə gərgin anlar yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət önəmlidir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq.
Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək.
Tərəzi bürcü. Ayın əvvəlində iş və şəxsi həyat balansı ön plandadır. Enerjiniz nisbətən sabitdir, amma diqqətli və planlı hərəkət etmək uğur gətirəcək. Maliyyədə qənaət və planlaşdırma tövsiyə olunur. Sevgi həyatında sakit və anlayışlı münasibətlər hakim olacaq. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. İşdə yeni ideyalar və əməkdaşlıq imkanları ortaya çıxacaq. Kreativ yanaşmalar uğurlu olacaq. Şəxsi münasibətlərdə açıq və səmimi ünsiyyət əlaqələri gücləndirəcək. Maliyyə sahəsi sabitdir, əlavə xərclərdən çəkinmək faydalıdır. İşdə gərginlik yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Sevgi və ailə münasibətlərində mehribanlıq ön plandadır. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər iş gündəminə gələcək. İşdə planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Enerji yüksəlir, təşəbbüskar olmaq faydalıdır, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq lazımdır. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə gərgin anlar yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət önəmlidir. Enerji yüksəkdir, stressi idarə etmək lazımdır. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq önəmlidir. Şəxsi münasibətlərdə səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stress yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir.
Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış önəmlidir. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Əqrəb bürcü. Ayın başlanğıcında enerji və diqqət yüksəkdir. İş və layihələrdə təşəbbüskar yanaşmalar uğur gətirəcək. Maliyyə sabitdir, amma lazımsız xərclərdən çəkinmək tövsiyə olunur. Sevgi həyatında romantik və səmimi anlar baş verə bilər. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. İşdə yeni imkanlar və ideyalar gündəmə gələcək. Kreativ yanaşmalar uğur gətirəcək. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük əlaqələri gücləndirəcək. Maliyyə sahəsi sabitdir. İşdə gərginlik ola bilər, sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səbir önəmlidir. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sabitdir, lazımsız xərclərdən çəkinin. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans vacibdir. Enerji yüksəkdir, təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sahəsi sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi həyatında açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq vacibdir.
Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə gərgin anlar ola bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Enerji yüksəkdir, stressi idarə etmək vacibdir. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət önəmlidir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar gözlənilir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir.
Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Ox atan bürcü. Ayın başlanğıcı sizə enerji və motivasiya gətirir. İşdə təşəbbüskar olun, yeni layihələr üçün əlverişli gün olacaq. Maliyyə baxımından sabitlik var, lakin lazımsız xərclərdən uzaq durmaq tövsiyə olunur. Sevgi həyatında romantik və səmimi anlar yaşana bilər. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. İşdə yeni ideyalar və əməkdaşlıq imkanları ortaya çıxacaq. Kreativ yanaşmalar uğur gətirəcək. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət əlaqələri gücləndirəcək. Maliyyə sahəsi sabitdir, əlavə xərclərdən çəkinmək faydalıdır. İşdə gərginlik yarana bilər, sakit və strateji davranmaq vacibdir. Sevgi və ailə münasibətlərində anlayış və mehribanlıq ön plandadır. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər iş gündəminə gələcək. Planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans vacibdir. Enerji yüksəlir, təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq vacibdir. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə gərgin anlar yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Enerji yüksəkdir, stressi idarə etmək vacibdir. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət önəmlidir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir.
Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Oğlaq bürcü. Ayın başlanğıcı iş və maliyyə sahəsində aktiv günlər vəd edir. Yeni layihələr üçün əlverişli anlar var, səbirli və planlı hərəkət uğur gətirəcək. Sevgi və şəxsi münasibətlərdə sakitlik və harmoniya ön plandadır. Sağlamlıq baxımından balans və istirahət vacibdir. İşdə yeni imkanlar və təkliflər gündəmə gələcək. Kreativ yanaşmalar və təşəbbüskar davranış faydalıdır. Maliyyə sabitdir, amma lazımsız xərclərdən çəkinin. Şəxsi münasibətlərdə açıq ünsiyyət əlaqələri gücləndirəcək.
İşte gərginlik yarana bilər, sakit və strateji davranmaq vacibdir. Sevgi həyatında anlayış və səbir ön plandadır. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. Yeni layihələr və əməkdaşlıq imkanları işdə ön plana çıxacaq. Planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sahəsi sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans vacibdir. Enerji yüksəlir, təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sahəsi sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi həyatında açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq vacibdir. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə gərgin anlar ola bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Enerji yüksəkdir, stressi idarə etmək vacibdir. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət önəmlidir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq faydalıdır. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stress yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir.
Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Dolça bürcü. Ayın başlanğıcı iş və şəxsi həyatınızda dinamika gətirir. Yeni layihələr üçün əlverişli anlar var, maliyyə baxımından sabitlik gözlənilir, amma impulsiv xərclərdən uzaq durmaq vacibdir. Sevgi və münasibətlərdə açıqlıq və səmimiyyət ön plandadır. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. İşdə yeni imkanlar və təkliflər gündəmə gələcək. Kreativ yanaşmalar və təşəbbüskar davranış uğur gətirəcək. Şəxsi münasibətlərdə açıqlıq əlaqələri gücləndirəcək. Maliyyə sahəsində əlavə xərclərdən çəkinmək faydalıdır. İşdə gərginlik yarana bilər, sakit və strateji davranmaq vacibdir. Sevgi həyatında anlayış və səbir ön plandadır. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyətlər faydalıdır. Yeni layihələr və əməkdaşlıq imkanları işdə ön plana çıxacaq. Planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik və xoş anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq uğur gətirəcək. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans vacibdir. Enerji yüksəlir, təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi həyatında açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə diqqətli olun. Stressdən uzaq durmaq vacibdir. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə gərgin anlar yarana bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır.
Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Enerji yüksəkdir, stressi idarə etmək vacibdir. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət önəmlidir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Komanda işində əməkdaşlıq faydalıdır. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur.
Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək. Balıq bürcü. Ayın başlanğıcı emosional və yaradıcı enerjilərlə doludur. İşdə təşəbbüskar olun, lakin planlı və diqqətli davranın. Maliyyə baxımından sabitlik var, lakin əlavə xərclərdən çəkinmək faydalıdır. Sevgi həyatında romantik və səmimi anlar yaşana bilər. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. İşdə yeni ideyalar və əməkdaşlıq imkanları gündəmə gələcək. Kreativ yanaşmalar uğur gətirəcək. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət əlaqələri gücləndirəcək. Maliyyə sahəsi sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə gərginlik yarana bilər, sakit və strateji davranmaq vacibdir. Sevgi həyatında anlayış və səbir ön plandadır. Sağlamlıq baxımından yüngül fiziki fəaliyyət faydalıdır. Yeni layihələr və əməkdaşlıq imkanları işdə ön plana çıxacaq. Planlı və diqqətli olmaq uğur gətirəcək. Sevgi həyatında romantik anlar artacaq. Maliyyə sahəsi sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında kiçik anlaşılmazlıqlar olsa da açıqlıq onları aradan qaldıracaq. Sağlamlıq baxımından balans vacibdir. Enerji yüksəlir, təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Maliyyə sahəsi sabitdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq ön plandadır. İşdə yeni ideyalar ortaya çıxacaq. Komanda işində əməkdaşlıq önəmlidir. Sevgi həyatında açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə diqqətli olun. Sağlamlıq baxımından stressdən uzaq durmaq vacibdir. Enerji yüksəlir, işdə yaradıcılıq və təşəbbüskar yanaşma uğur gətirəcək. Sevgi həyatında romantik anlar və açıq ünsiyyət ön plandadır. Maliyyə sabitdir, əlavə xərclərdən uzaq durun. İşdə gərgin anlar ola bilər. Sakit və strateji davranmaq vacibdir. Şəxsi münasibətlərdə anlayış və səmimiyyət önəmlidir. Sağlamlıq baxımından balansı qoruyun. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma diqqətli qərarlar verin. Sevgi həyatında emosional və romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Enerji yüksəkdir, stressi idarə etmək vacibdir. İşdə yeni imkanlar və ideyalar ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqət və koordinasiya vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Sevgi həyatında açıq ünsiyyət və mehribanlıq ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət önəmlidir. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi və şəxsi münasibətlərdə açıqlıq faydalıdır. Maliyyə sabitdir. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Sağlamlıq baxımından balans və istirahət vacibdir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə diqqətli olmaq və detallara fokuslanmaq vacibdir. Komanda işində əməkdaşlıq faydalıdır. Şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət vacibdir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq.
Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə açıq ünsiyyət faydalıdır. Maliyyədə sabitlik davam edir. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni layihələr və təkliflər işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma impulsiv qərarlardan çəkinin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Enerji yüksəkdir. İşdə planlaşdırma və koordinasiya önəm daşıyır. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından balansı qoruyun. Enerji yüksəlir, işdə sürətlənmə olacaq. Yeni imkanlar gündəmə gələcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə gərgin anlar ola bilər, sakit və strategik davranmaq vacibdir. Şəxsi münasibətlərdə səbir və anlayış ön plandadır. Maliyyədə əlavə xərclərdən uzaq durun. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Yeni imkanlar işdə ortaya çıxacaq. Təşəbbüskar olun, amma diqqətli hərəkət edin. Sevgi həyatında səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. Enerji yüksəkdir, işdə yeni layihələr üçün əlverişlidir. Komanda işində əməkdaşlıq və koordinasiya vacibdir. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. İşdə diqqətli olmaq və detallara fokuslanmaq lazımdır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyədə qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Yeni ideyalar və imkanlar işdə ön plana çıxacaq. Təşəbbüskar olun, amma planlı hərəkət edin. Sevgi həyatında romantik anlar yaşanacaq. Maliyyə sabitdir. Fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə stres yarana bilər, sakit qalmaq vacibdir. Şəxsi münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Maliyyə sabitdir, əlavə xərclərdən çəkinin. Sağlamlıq baxımından balans və istirahət önəmlidir. Enerji yüksəkdir, işdə təşəbbüskar olmaq üçün əlverişlidir. Yeni layihələr uğurlu olacaq. Sevgi həyatında açıqlıq və dürüstlük önəmlidir. Maliyyə sabitdir, fiziki fəaliyyətlər enerji balansını qoruyacaq. İşdə planlaşdırma və diqqət ön plandadır. Şəxsi münasibətlərdə açıqlıq və dürüstlük faydalıdır. Maliyyə sahəsində qənaət tövsiyə olunur. Sağlamlıq baxımından istirahət və balans vacibdir. Ayın sonu uğurlu və məhsuldar olacaq. İşdə əldə edilmiş nəticələr sizi məmnun edəcək. Sevgi və şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Maliyyə sabitdir. Sağlamlıq və enerji balansını qorumaq vacibdir. Yeni il üçün güclü başlanğıc təmin edəcək.